Salam aleykum herkese. Allah herkesin ruzusunu yetirsin. Əziz taksi sürücüləri. Bu Yango Bolt yenə qiymətləri salıb aşağı. Heç nə pis günə qoyub. İşləməyi olmur. Git zakazlar atır. 4 kilometrdən, 5 kilometrdən zakaz atır. Allah bunların bəlasını versin. Yango Bolt Allah bəlanızı versin. 4 kilometrdən, 5 kilometrdən 2 madde 30 qəpiyə, 2 madde 50 qəpiyə siz niyə sürücünü istismar edirsiniz? Niyə bir dövlət qurumu çıxıb bunlara bir irad bildirmir? Bunları silmir Azərbaycandan, rədd eləmir Azərbaycandan. Əsəbləşmişəm, dəhşət, əsəbimdən partlayıram day. Belə şey olmaz, koefisiyent yoxdur, qiymət yoxdur. Ancaq sürücünü hambal kimi işlədirlər. 30%, 25%də sürücüdən komissiya tuturlar. Əvvəl 5% idi, 10% idi. İşləmək olurdu. İndi 30% bunlar komissiya tuturlar. Yəni bu nə deməkdir? Niyə bir dövlət qurumu çıxıb bunlara bir söz demir? Niyə bunlara bir tədbir görünmür bu şirkətlərə?